40 yaşdan sonra yaddaşı qorunmağın 5 yolu. Əziz dostlar, videonu bəyənərək izləməyi sizdən xahiş edirəm. Yaşınız 40-ı keçibsə və yaxud da yaxınlaşırsa, yaddaşı qorumaq üçün indidən tədbir görmək lazımdır. Birinci, təzyiqi, şəkəri və xolesterini nəzarətdə saxlayın. Çünki beyin təkcə yaddaşdan ibarət deyil, beyni qidalandıran damarlar sağlam olmalıdır. Damar zəifləyəndə beyin kifayət qədər qan almır və oksigen çatmır. İkinci, hər gün hərəkət edin. Gündə azı 40 dəqiqə piyada gəzmək belə həm qan dövranına, həm də beyin sağlamlığına kömək eləyir. Üçüncü, yuxunu düzəldin. Beyin gün ərzində aldığı məlumatı əsasən yuxuda yerinə qoyur. Az yatanda yaddaş da, diqqət də zəifləyir. Dördüncü, beyni boş buraxmayın, kitab oxuyun, yeni sözlər öyrənin, şahmat, nərd, domino kimi oyunlar oynayın. İnsanlarla ünsiyyəti kəsməyin. Beyin işlədikcə güclənir. Beşinci isə stresi azaldın. Daimi stres beyni yorur, diqqəti dağıdır, unutqanlıq yaradır. Əgər unutqanlıq, diqqət zəifliyi, yuxu pozuntusu, stres, oxuduğunuzu yadda saxlaya bilməmək kimi hallar varsa, bütün bunların yanında əlavə dəstək kimi Qabofos istifadə oluna bilər. Qabofos dərman deyil, qida ilavəsidir. Tərkibində olan təbii maddələr yaddaş, diqqət və öyrənməni dəstəkləyir, yuxunu normallaşdırır, stresi azaldır, sinir sistemini sakitləşdirir. Yalnız yaşla bağlı deyil, unutqanlıqla bağlı deyil, ümumi yaddaş problemi və imtahana hazırlaşanlar üçün də faydalı bir dəstəkdir. 18 yaşından yuxarılar gündə 2 tablet qəbul edə bilərlər. İtaliya istehsalıdır və əksər apteklərdən əldə etmək mümkündür.